İslamda ibadət anlayışının mahiyyəti və onun yanlış təfsirləri. Quran-ı Kərimdə insan və cinlərin yaradılış məqsədi açıq şəkildə bəyan edilir. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yaratdım. Əz-Zəriyyət 56. Bu ayə ibadət anlayışını insan varlığının əsas prinsipi kimi müəyyən edir və onun geniş mənasını önə çıxarır. Burada ibadət yalnız ritual hərəkətləri, namaz, oruc, zəkat və s. ifadə etmir. Əksinə, Allaha şuurlu itayət, onun iradəsinə tabe olmaq və həyatın bütün sahələrində onun razılığını qazanmaq məqsədi ilə davranmaq deməkdir. Beləliklə, ibadət mənəvi bağlılıq, əxlaqi məsuliyyət və şuurlu yönəlmə prosesidir. Lakin bəzi firqə və cəryanlar ibadət anlayışını dar çərçivədə şərh edərək onu yalnız zahiri rituallarla məhdudlaşdırırlar. Bu yanaşma ibadətin ruhi və əxlaqi dərinliyini arxa plana keçirir. İnsanla din arasındakı əlaqəni formal vəzifəyə çevirir. Halbuki Qurana görə rituallar ibadətin vasitəsidir. Məqsədi isə Allaha yaxınlıq, mənəvi saflaşma və həyatın Allah mərkəzli qurulmasıdır. Ədalət, mərhəmət, doğruluq, elm öyrənmək, insanlara yaxşılıq etmək kimi əməllər də ibadətin tərkib hissəsidir. Çünki onlar Allahın əmrlərinə uyğun itayətin təzahürüdür. İbadətin mahiyyətini müəyyən edən əsas meyar itayətin istiqamətidir. Əgər insan Allahın göstərişlərinə deyil, nəfsani arzulara, şeytani vəsvəsələrə və ya cinlərin təsirinə tabe olursa, ibadətin ilahi məqsədindən uzaqlaşır. Bu baxımdan ibadət anlayışı itayət məfhumu ilə sıx bağlıdır. Kimə itayət edilirsə, onun mənəvi hökmranlığı qəbul edilmiş olur. Quranda bu həqiqət qiyamət səhnəsində belə təsvir olunur. Mələklər deyəcəklər, sən paksan, müqəddəssən. Onlar deyil, yalnız sənsən bizim hamimiz. Xeyr, onlar cinlərə ibadət edirdilər. Onların çoxu da onlara iman gətirmişdi. Səba 41. Buradakı cinlərə ibadət ifadəsi hərfi mənada səcdə və ya ritual deyil. Bu, onların vəsvəsələrinə tabe olmaq, düşüncü və arzularını həyat yolu kimi çevirmək mənasındadır. Beləliklə, ibadətin mahiyyəti itayət üzərində qurulduğuna görə, yanlış istiqamətə yönəldikdə, bu ibadətin təhrifinə və hətta şirkə çevrilə bilər. Nəticə etibarilə, İslamda ibadət anlayışının həqiqi mahiyyəti, insan həyatının bütün sahələrini Allah mərkəzli şuurla yaşamaqdan ibarətdir. Düşüncə, niyyət, əməl və davranış Allahın razılığına yönəlmədikdə ibadət formal xarakter daşıyır. Həqiqi ibadət isə insanın bütün varlığı ilə Rəbbinə yönəlməsi, həyatını onun əmrləri və dəyərləri əsasında qurmasıdır. Bu anlayış tövhid inancını möhkəmləndirir və insanı şeytani təsirlərdən qoruyur.